İşğaldan azad olunan ərazilərdə fəaliyyət göstərən ANAMA-nın mina təmizləmə qrupları torpaqlara yalnız təhlükəsiz qayıdışı təmin etmir, həm də hər an baş verə biləcək hadisələrə qarşı yüksək səviyyədə hazırlıqlıdır. Mina hadisəsi zamanı ilk atılan addım təhlükəsizliyi qorumaq və xilas etmə prosesini dərhal başlatmaqdır. Hadisə yerində çalışan personal xüsusi təlimatlara uyğun olaraq dərhal çağırış edir. Sahədə mina hadisəsi baş verib, yaxınlaşıb zərər çəkən barədə ətraflı məlumat verəcək. Mina hadisəsi zamanı ilk atılan addım təhlükəsizliyi qorumaq və xilas etmə prosesini dərhal başlatmaqdır. Hadisə yerində çalışan personal xüsusi təlimatlara uyğun olaraq çağırış edir. Zərərçəkənin ətrafını yoxladım, huşu özündədir, sarığın amputasiyası. Bütün fəaliyyət dayandırılır və xilas edici qrup zərərçəkəni təhlükəsiz əraziyə, tibbi posta təxliyə edir. Şaxbulağı 3, Şaxbulağı 20-yəm. Zərərçəkən haqqında məlumat verirəm. Zərərçəkən bir nəfər, sağ ayağın amputasiyası, huşun həbsi yerindədir. Zərərçəkənin inkasasiya nömrəsi Y44. İkinci tibbi posta çıxarılacaq. Mina sahələrində koordinasiya dəqiqliklə qurulub. Əməliyyatdan əvvəl baş paramedik və sahə nəzarətçisi mina sahəsinin yaxınlığında təmizlənmiş təhlükəsiz yerdə zərərçəkmişin təxliyəsi üçün tibbi postu təyin edir, alternativ marşrutlar müəyyənləşdirilir. Xilasedici qrup zərərçəkəni yardım göstərdikdən sonra tibbi posta təxliyə edir. Tibbi posta təxliyə etdikdən sonra sahənin paramediki tibbi posta zərərçəkəni qəbul edərək ona ilk tibbi yardım göstərib zərərçəkəni ixtisaslı tibb müəssisəsinə təxliyə edir.